Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edilib, rəis işləyir. Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun bacısı oğlu şantaj edilib. Musavat.com-un əldə etdiyi məlumata görə generalın Faiq adlı bacısı oğlu hazırda en sayılı hərbi hissələrdən birində maliyyə xidmət rəisi vəzifəsində xidmət edir. Onu şantaj edən isə tanışı İsmail adlı şəxs olub. Belə ki, İsmail adlı şəxs generalın bacısı oğlundan dövlət qurumlarına şikayət edib. İsmail şikayətində göstərib ki, həbsdə olan generalın yeyinti və mənimsəmə işlərində bacısı oğlu Faiqin də əli olub. Faiq bu şikayətlərin qarşısını almaq üçün bir neçə dəfə İsmaillə əlaqəyə keçib. Onların ortaq tanışı vasitəsilə razılığa gəliblər. Məlumata görə İsmail şikayətləri dayandırmaq üçün Faiqdən 10.000 manat istəyib. Sonra 6.000 manata razılaşıblar. İsmail 3.000 manat alandan sonra həbs edilib. Generalın bacısı oğlu yarıçılpaq fotoları ilə də şantaj edilib. Faiqin çimərlik geyimində olan fotoları İsmailin mobil telefonunda aşkar edilib. Xatırladaq ki, general Nizami Məmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.